Salamlar, bu bizim Order Flow kursumuzun ilk videosudur və bu videoda mən sizə Order Flow-a giriş və Order Flow datasını necə əldə edirik və necə analiz edirik, hansı platformaları işlədirik, bu haqda məlumat verəcəm. Tez bir şəkildə sürətli olaraq mövzumuza keçid eləyək. Onu da nəzərinizə çatdırım ki, bu video təlim-təsir xarakterlidir. Hər hansı investisiya tövsiyəsi bu videoda yoxdur. Öncəliklə biz Order Flow datasını əldə etmək üçün ATAS platformundan istifadə edirik. Bunu belə bir web axtarışıyla görə bilərsiniz. atas.net web saytına da girərək platforma mobildə mövcud deyil, telefonunuza yükləyə bilməzsiniz maalesef. Burada web saytda Download ATAS isminə gedirik və Get ATAS for Windows var. Buna basdıqdan sonra save deyirik və platforma yüklənir kompüterimizə. Bundan sonra bu platformanı quraşdırırıq. Quraşdırdıqdan sonra da açırsınız. Açanda sizə bir yükləmə verəcək. Hardasa 2-3 dəqiqə içində o yükləmə bitər. Bundan sonra ATAS-a giriş etmək üçün sizə ATAS hesabı lazımdır. Bu hesabı da açmaq çox asandır. Burada Start for Free-yə bassınız, Create an Account-a bassınız və buraya öz e-mailinizi daxil edirsiniz və ondan sonra e-mailinizə kod gəlir və bundan sonra sizə bir e-mail gəlir ki, ATAS hesabınıza girmək üçün bu e-mailinizdir, hansı ki özünüz yazmışdınız və bir şifrə gəlir. Həmin şifrəni də bu platformaya giriş üçün istifadə edəcəksiniz. Deməli, platforma açıldı. Platforma açıldıqdan sonra belə bir ekran bizi qarşılayır. Bizim burayla işimiz yoxdur. Biz Learn qisminə daxil oluruq yuxarıdan. Burada Templates qismi var, hansı ki gələcək videolarda izah edəcəm. Burada bizim istifadə eləyəcəyimiz əsas şeylərdən biri Cluster Statistikdir və Market Profile and TPO-dur. Bu ikisini biz istifadə edəcəyik. Bunlara da necə daxil olmaq olur? Tutaq ki, Cluster Statistics-ə aşağısında Open düyməsi var. Buna basırıq. Burada ən yaxşı data Bitcoin USD-dədir. Bitcoin-in məsələn datasına baxmaq üçün, yəni gecikmə yoxdur bunda. Açırıq və budur. Yəni gələcək videolarda izah edəcəyim konseptlərdir bunlar. Yəni necə analiz edilir, necə əməliyyata girmək lazımdır, strategiya və s. Yəni bu qədər. Siz bu videoda öyrənmiş oldunuz ki, Order Flow datasına giriş etmək üçün hansı platforma bizə lazımdır və necə Order Flow datasına giriş etmək olar. Buranı kəs. Beləliklə siz bu videoda öyrənmiş oldunuz ki, Order Flow datasına giriş etmək üçün hansı platformanı istifadə edirik və necə istifadə edirik.